çox asan və tez hazırlanan döşəmə plov resepti paylaşıram. Əvvəlcə düyünü süzüb, elə həmin qazanda da toyuqların hər iki üzünü azca qızardıram. 1-2 ədəd orta boy kartofu da dilimləyib bura düzürəm. Bundan sonra isə düyüsünü əlavə edib zəfəranını və yağını qatıram. Son olaraq yenə üzərini yağlayıb dəmə qoyuram. Hardasa 30-40 dəqiqə vamxodda dəmlənir. Hazır olduqdan sonra qazanı iri bir tasa tərs çevirmək lazımdır ki, altındakı toyuqlar da rahat çıxa bilsin. Bundan sonra isə rahatlıqla qablara çəkib servis edirəm. Düyüsü dən-dən, toyuğu da çox gözəl bişib və qızarıb. Bizdə plovun hər cür forması sevildiyindən demək olar ki, 1 saata hamısı yeyilib qurtardı. Siz plovu necə, daha çox toyuqla yoxsa ətlə hazırlayırsınız? Döşəmə plov xoşlayırsınız, yoxsa qara ilə sevənlərdənsiniz? Düşüncələrinizi paylaşmağı unutmayın. Daha maraqlı reseptlər üçün izləmədə qalın. Hazırlayan hər kəsə nuş olsun.